Salam hörmətli tamaşaçılar. Alman mediası AXCP sədri Əli Kərimlinin həbsxanada işgəncəyə məruz qalması və siyasi qəsd təhlükəsi ilə üzləşməsindən yazıb. Ölkənin 80 redaksiyasını özündə birləşdirən İppen Media bu mövzuya diqqət ayırıb. Yazını Almaniyanın dünyaca məşhur nəşrlərindən olan Frankfurter Rundschau qəzetinin redaksiyasında təqdim edirik. Almaniya və Avropa İttifaqı Azərbaycanla iqtisadi əməkdaşlığını davam etdirir. Lakin Azərbaycan hakimiyyətinin Bakıdakı fəaliyyəti narahatlıq doğurur. Almaniya uzun müddət bütün xəbərdarlıq siqnallarına baxmayaraq, xüsusilə ucuz qaz kimi iqtisadi maraqlara görə Rusiyadan uzaqlaşmaqda tərəddüd etmişdi. Azərbaycanla münasibətlərdə də müəyyən oxşarlıqların olduğunu demək olar. Bu yaxınlarda kansler Friedrich Merz Azərbaycanla tərəfdaşlığın davam etdiriləcəyini bir daha təsdiqləyib. Azərbaycanın həbsdə olan müxalifət liderləri Kərimlinin yaxınları isə redaksiyamıza bildiriblər ki, onu Aleksey Navalny ilə oxşar taley gözləyə bilər. Human Rights Watch təşkilatda sorğuya cavab olaraq Azərbaycanda vəziyyətin daha da ağırlaşdığını təsdiq edib. Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Gogiyanın sözlərinə görə Azərbaycan hakimiyyəti ölkədə müstəqil nəzarəti və təşkilatlanmış müxalifəti sıradan çıxarmaq üçün uzun müddətli və getdikcə genişlənən kampaniya aparır. Onun fikrincə xaricdən ciddi reaksiyanın olmaması İlham Əliyev hakimiyyətini daha da cəsarətləndirib. Jurnalistlərə və müxalifət nümayəndələrinə qarşı qeyri-adi dərəcədə sərt cəzalar tətbiq etməklə hökumət digərlərinə də xəbərdarlıq etmək istəyir. Bu baxımdan Əli Kərimli diqqət çəkən nümunələrdən biridir. Baxmayaraq ki, onun işi üzrə məhkəmə prosesi başlamayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri 2025-ci ilin sonundan etibarən dövlət çevrilişinə cəhd ittihamı ilə istintaq tədrisxanasında saxlanılır. Bir neçə həftə əvvəl Əli Kərimli redaksiyamıza yazılı müsahibəsində həbsdə ona qarşı psixoloji təzyiqlər göstərildiyini bildirmişdi. O, psixi problemləri olduğu iddia edilən bir məhbusla eyni kameraya yerləşdirildiyini demişdi. Onun komandasının məlumatına görə vəziyyət son vaxtlar daha da ağırlaşıb. X sosial şəbəkəsində yayımlanan məlumata əsasən Kərimlinin kamerasının qarşısında telefon hər 15 dəqiqədən bir bütün gecə boyu zəng çalır, binanın həyətində aparılan təmir işləri isə gündüz də yatmağa ona imkan vermir. Bildirilir ki, 2 həftədir kameradan zibil çıxarılmır, 3 həftədir sanitar qovşaq təmizlənmir, elektrik olmadığı üçün yayın istisində ventilyator işlətmək mümkün deyil. Vəkillərin gətirdiyi sənədlər, qəzetlər və ailəsinin göndərdiyi ərzaq bağlamaları ona çatdırılmır. Əli Kərimlinin yaxınları bildirir. Təəssüf ki, vəziyyət dramatik şəkildə pisləşib və artıq humanitar böhran kimi qiymətləndirilə bilər. Bizim qiymətləndirilməmizə görə Vladimir Putinin dövründə Aleksey Navalny'nin məhv edilməsində istifadə edilən metodlara bənzər üsullar burada da tətbiq olunur. Human Rights Watch-un nümayəndəsi Georgi Gogia xəbərdarlıq edib ki, Azərbaycanda hakimiyyəti məsuliyyətə cəlb edə biləcək bütün təbəqələr artıq hədəfə alınıb. Müstəqil jurnalistlər, müxalif siyasətçilər, insan hüquqları müdafiəçiləri, fəallar və getdikcə daha çox xaricdə yaşayan tənqidçilər. Son dövrlərdə xüsusilə jurnalistlərin təzyiq altında olduğu bildirilir. Sərhədsiz Reportyorlar Təşkilatı da redaksiyamıza bu barədə xəbərdarlıq edib. Azərbaycan mətbuat azadlığı reytinqində 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb. Gogiyanın sözlərinə görə hakimiyyət müxalifətə qarşı da geniş miqyaslı hücum həyata keçirir. O bildirib ki, müxalifət liderləri və partiya üzvləri həbs olunur, siyasi alternativləri zəiflətmək məqsədi ilə cəza mexanizmindən istifadə edilir. Məqsəd tənqidçiləri hər cür institusional platformadan məhrum etməkdir. Onun fikrincə Azərbaycan hakimiyyəti beynəlxalq reaksiyanın məhdud olacağını hesablayır. Gogiya bildirib. Azərbaycanın enerji, təhlükəsizlik, nəqliyyat və regional diplomatiya baxımından Avropa hökumətləri üçün strateji əhəmiyyəti çox vaxt repressiyalara qarşı zəif və qətiyyətsiz reaksiyalarla nəticələnib. Əli Kərimlinin qızı Sezen Kərimli isə enerji məsələlərində üstünlüyün daha çox Avropanın tərəfində olduğunu düşünür.
O nəşrə bildirib ki, Azərbaycanın enerji ixracı üçün Avropa bazarları əvəzolunmaz əhəmiyyət daşıyır.